Bugün ümumi təhsil məktəblərində 11-ci sinifi bitirən şagirdlər üçün son zəng çalınıb. Son zənglə bağlı bir çox Sumqayıt, Abşeron məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Sevincliyəm, həyəcanlıyam. Son zəng bir son deyil, yeni bir başlanğıcdır. Gələcəyə açılan ümid qapısıdır. Ömrün ən şirin qayğısız günləri, məktəbilləri nə tez ötdü, nə tez bitdi. Bir nağıl idi, başlanğıcdı, sanki şirin bir nağıl. Bu nağılın sonunda ucadan sonuncu dəfə zəng çalındı. 11-cilərin son zəngi, yeni həyata çağırışınsa ilk zəngi. Səhər saatlarından başlayaraq ölkə üzrə bütün ümumi təhsil məktəblərində olduğu kimi Sumqayıt məktəblərində də son zəng tədbirlərinə start verilib. Nizami Gəncəvi adına Sumqayıt Şəhər Texniki Təbiət Elmləri Liseyinin bu il 3 sinifi üzrə 61 şagirdi məzun oldu. Bugün məktəblərimizi 120 minə yaxın şagird bitirir. Olan hər birini təbrik edir, onlara uğurlar arzulayıram. Hər zaman yaxşı şagird üçün məktəb ikinci ev, müəllim isə ikinci valideyn olub. Bugün ölkə üzrə 116 mindən çox məzun üçün son zəng çalınır. Bir tərəfdə məktəblə vidalaşan məzunlar, digər tərəfdə isə onların uğuruna sevinən valideynləri və müəllimləri. Bugün yüz minlərlə şagird üçün məktəb həyatına son qoyulur. Qarşıda isə onları yeni mərhələ, yeni həyat gözləyir. Xırdalan şəhər 2 saylı tam orta məktəbdə isə 19 sinif üzrə 464 şagird üçün son zəng sonuncu dəfə çalındı. Çox sevincliyəm. Bu 11 ildə çox şey öyrəndim, yeni xatirələr qazandım. Bütün hamısı mənim üçün çox xoş duyğulardır. Məktəbdən ayrılmaq da biraz kədərli olsa da, yenə də məzun olduğuma görə çox sevinirəm. Direktor və müəllimlərimiz, sizə dəyərli əməyiniz, səbriniz və bizə olan inamınız üçün təşəkkür edirik. Biz yalnız bilik vermədiniz, həm də mehriban, dürüst və özünə inanan insanlar olmağı öyrətdiniz. Bu uğurumu əvvəla valideynlərimə, sonra müəllimlərimə borcluyam. Eyni zamanda da ki, özümün çalışmağıma çətin olsa da bacardım, hamıya uğurlar arzulayıram. Onlar valideynləri ilə yanaşı, müəllimlərinə də məzun adının sevincini yaşatdılar. Elə məktəbdə sonuncu gününü qeyd edən 11-cilər qədər onların müəllimləri də, valideynləri də həyəcanlı idilər. Mən məzunlarımızın yolunun açıq olmasını diləyirəm. Bütün arzularına çatsınlar. İnşallah növbəti ali təhsildə gözəl ali təhsil alsınlar. Xalqımız, millətimiz üçün ziyalı kimi yetişsinlər. Vətənimizi, millətimizi sevsinlər. Çox təşəkkür edirəm müəllimlərə. Həddindən təşəkkür edirəm. Yəni bu səviyyəyə, bu bal toplamağına onların əziyyəti, zəhməti çox böyükdür. Qeyd edək ki, 2025-26-cı tədris ilində ölkə üzrə 4000-dən artıq məktəbdə son zəng qeyd olunub. Bu məktəbləri bitirən 116.550 şagird bugün məzun olub. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.